Həftə bircə qarışıq turşu hazırladım. Turşu hazırlamaq bu günədək bu qədər asan başa gəlməmişdi. 1 saatlıq işimi Molnex doğrayıcı sayəsində 10 dəqiqə içərisində həll edib bitirdim. Xaricdə satışı olan, Fransa istehsalı olan Molnex doğrayıcı artıq ölkəmizdə də satışı mövcuddur. Yalnız bir səhifədən əldə edə bilərsiniz. Müxtəlif formada doğrayır və asanlıqla sürtkəzdən keçirir. 5 cür başlıq hissəsi var. Yuyulması çox asandır. Təsəvvür edin, saniyələr içərisində tərəvəzləri doğrayıcı sayəsində doğrayıb bitirirsiniz, siz sadəcə qarışdırırsınız. Hər xanımın mətbəxində bir ədəd Molnex doğrayıcı olmalı. Gördüyünüz kimi tərəvəzləri qarışdırıb turşu duzundan istifadə eləyərək suyunu, şəkərini, duzunu, sirkəsini əlavə edib tərəvəzlərin üzərinə tökdüm. Tərəvəzləri balona yığıb, üzərinə qalan suyunu töküb qapağını bağladım. Sərin yerdə saxlayırıq. 2 həftə içərisində turşumuz yeməli olur. Hazırlayan hər kəsə nuş olsun.